Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Binəqədi yolunun ikisinin ortasında, Binəqədi yolundan, Xırdalan Qay yolundan, dairəsindən, Binəqədi sentral yolun üstündə yoldan hardasa təxmini bir 100 metr məsafədə. Biləcərə də yaxındır, hörmətli izləyicilər. 4 sotun içində şəxsi inşa olunmuş, 3 otaqlı bir həyət evi satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izin ev haqqında sizə məlumatlarını verim. Evin qiyməti videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırın, bu gördüyünüz kimi evin xarici görünüşüdür. Evin üstünü ev sahibi bax belə çardarla bağlayıb, apışıqə ilə yığdırıb. Həyətində belə bağı, bağçası gördüyünüz kimi də. Bax belə bir hörmətli izləyicilər, evin iki yerə, yəni qapısı var. Biri buradan giriş darvazasıdır. Bir də əl qapısı var başqa bir küçüyə. Bax belə də bu hissəsində, giriş hissəsində belə bir ev sahibi belə bir qapı qoyub. Bax bu qapıda bir başqa küçüyə çıxır. Bu hissəsi də başqa bir küçüyə çıxır. Yəni ayrı-ayrı küçələrə çıxır. Evdə qəşəng yerdə yerləşir. Nəmişlik olmayan ərazidə yerləşir. Qətiyyən burada nəmişlik yoxdur. Buna nəzərinizə çatdırın, hörmətli izləyicilər. Gördüyünüz kimi bura həyətyanın sahəsi geniş, ürəyə açan 4 sot yarımın içindədir. Sənədi bələdiyyə sənədidir, arxivli sənəddir. Bunu da nəzərinizə çatdırın, hörmətli izləyicilər. Ev də təmirlidir. Gördüyünüz kimi evin, yəni həyətyanın sahəsini çəkdim, göstərdim, tanış olduq. Ev həqiqətən çox qəşəng yerdə yerləşir. Bunu da nəzərinizə çatdırım, yola yaxın, nəmişlik olmayan ərazidə yerləşir. Bu hissəsi də evin yan tərəflərinə keçmək üçün belə bir boş yerdir. Kombinat aparatları hamısı oradadır. Evin demək olar, raşatkaları zaten hamısı qoyulub. Keçən də evin içi ilə tanış olaq. Hörmətli izləyicilər, bax evin küçüsü düzdür. Az da olsa, amma qətiyyən burada nəmişlik yoxdur. Nə evin özündə, nə də bir şeydə. Buradan daxil oluruq evin içinə. Girən kimi evin, bax bura dəhliz hissəsidir. Sağ tərəfdə mətbəx. Mətbəxi gördüyünüz kimi, hörmətli izləyicilər. Bax burada mətbəxin özü ayrıca belə. Bu hissəsi də oturub yemək üçün belə bir şərait yaradıb ev sahibi. Ayaq altılarda istipoldur. Bax giriş hissələr var, bu hissələr. Mətbəxdir, dəhlizdir, hamısı istipoldur. Burada hamam hissəsidir. Təmir vəziyyətdədir. Burada sanitar qovşağıdır, ayrı-ayrıdır, hörmətli izləyicilər. Nəzərinizə çatdırıram, yəni bunlar hamısı ayrı-ayrıdır. Keçirik buradan sol tərəfdə hardasa 4-ün 5-ə geniş bir 20 kvadratlıq bir yataq otağıdır. Təmir normaldır. Kim istəsə yüngül var, əl gəzdirə bilər. Ev gördüyünüz kimi də təmiri normal qaydasındadır. Burada böyük bir zaldır. Hardasa 4-ün bir 7-yə olar. Bəlkə də 8 olar. Rahat 7 var. 30-dan çox olar. 30 belə 30 arası. Bu hissəsi də gördüyünüz kimi bir yataqdır. 4-ün hardasa təxmini deyim də sizə bir 5 kvadrat. 4-ün 5-ə də bu yataq otağıdır hardasa. 20 kvadratda bu yataq otağıdır. Hörmətli izləyicilər, gördüyünüz kimi bağlı bağçalı bir evdir. Ev təmiri normal qaydasında kim alsa düzdür. Bir yüngülvari xərcləri var demirəm. İndi bəzi yerlərdə aboylar zət dəyişilməlidir, amma evin yəni yeri də yaxşıdır. Yola yaxındır, marşruta yaxındır. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bir də təzdən təkrar çəkirəm ki, bir ətraflı baxasınız. Evin qiyməti 108.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sənədi, arxivli Biləcərdə, Binəqədi rayonunda demək, bələdiyyə sənədidir, arxivlidir, qaydasındadır sənədi, yəni kupçaya gedən sənəddir. Yola yaxın yerdədir, 108.000 start qiymətdir. Real alıcı olsa yenə də endirimlə söhbət edəcəksiniz, ev sahibidən danışacaqsınız endirimi. Sona qədər izlədiyi üçün də təşəkkür edirik ki, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.